Biz adətən milli təhlükəsizlik və ya dövlət qüdrəti barədə danışanda beynimizdə həmişə çox konkret belə fiziki mənzərələr canlanır da, yəni tanklar, nə bilim sərhəd xəttləri, neft buruqları filan. Hə, gözlə görülən şeylər. Dəqiq, hər şey ölçülə biləndir. Nə qədər çox ehtiyatın var, o qədər güclüsən düşüncəsi hələ də beynimizdə, necə deyərlər, dominantdır. Amma bugün dərin təhlildə biz məhz bu ənənəvi baxışdan çıxırıq. Siz də bizimlə birlikdə bu fiziki döyüş meydanından çıxıb, sərhədlərin tamamilə zehni olduğu başqa bir arenaya, başqa bir dərinliyə daxil olursunuz. Özdə çox vacib bir arenaya. Əlbəttə. Və əlimizdə bugün dosent İlham Əhmədovun Təhsil silahdır, baxır kimin əlindədir adlı, belə deyək, kifayət qədər kəskin və qəlibləri sındıran bir məqaləsi var. Biz bu mətnin qatlarına endikcə görəcəyik ki, təhsil sadəcə məktəb binalarından ya da o zəng səslərindən ibarət hansısa zərərsiz adi bir sosial sahə deyil əslində. Qətiyyən deyil. Əslində ölkələrin gələcəyini, iqtisadiyyatını və milli təhlükəsizliyini dizayn edən ən böyük silahdır. Bizim də bugünkü missiyamız bu silahın əsl gücünü və ən əsası onun tətiyini kimlərin idarə etdiyini araşdırmaqdır. Elə məhz o silah metaforası məqalənin, belə deyək, onurğa sütunudur əslində. Müəllif çox kəskin bir reallıqla başlayır söhbətə. Yəni, qeyd edir ki, 21-ci əsrdə dövlətlərin gücü artıq o dediyiniz coğrafi mövqelərlə, hətta yerin altındakı o nəhəng sərvətlərlə belə ölçülmür. Onlar 20-ci əsrin qaydaları idi. Bəli, o dövr bitib. Tamamilə. Bugün qlobal arenada yeganə rəqabət üstünlüyü insan kapitalıdır. Yəni, o insanların innovasiyası, yaradıcılığı və sürətli adaptasiya bacarığıdır məsələ. Burada hətta Böyük Britaniyanın keçmiş baş naziri Margaret Thatcher'in çox məşhur maraqlı bir fikri xatırladılır. O zənginliklə bağlı olan stat. Dəqiq. Thatcher deyirdi ki, ölkənin zənginliyi torpağın altındakı resurslardan asılı deyil. Ən təməl, ən fundamental resurs insanların zəkasıdır və dövlətin də, belə deyək, yeganə qlobal funksiyası o istedadın üzə çıxması üçün doğru şərait yaratmaqdır və salam. Yaxşı, gəlin bunu biraz da aydınlaşdıraq da, bir növ hamımız üçün daha vizual edək. Bir ölkəni ən son model, bahalı bir smartfon kimi düşünün. O neft, qaz, qızıl, hətta o böyük kənd təsərrüfatı sahələri bunlar sadəcə o telefonun batareyasıdır. Çox yaxşı analogiyadır, hə. Yəni, batareya nə qədər böyük olursa olsun, o sadəcə cihazı açıq saxlamağa yarayır da, başqa bir funksiyası yoxdur. Amma insan kapitalı, yəni o ölkədəki vətəndaşların düşüncə tərzi, innovasiyası, təhsili, bu o telefonun əməliyyat sistemidir, yəni onun OS-idir. Aha, proqram təminatıdır. Dəqiq. Əgər sənin əməliyyat sistemin çökübsə, ya nə bilim köhnədirsə, o böyük batareyanın sənə nə xeyri var ki? Ekranda donub qalmış bir sistemlə heç nə edə bilmərsən. Bəs niyə biz cəmiyyət olaraq hələ də o batareyanın həcmini müzakirə edirik həmişə, amma əməliyyat sistemini yeniləməyi arxa plana atırıq? Bilirsiniz niyə? Çünki batareyanın həcmini ölçmək çox asandır. Yəni onu barellərlə, kubmetrlərlə, qızıl ehtiyatları ilə konkret rəqəmə çevirə bilirik. Bu da iqtisadiyyata elə cəmiyyətə də qısa müddətli bir, belə deyək, arxayınlıq verir. Amma insan zəkasını formalaşdırmaq, yəni o əməliyyat sistemini yazmaq uzun, çox mürəkkəb və ən əsası kifayət qədər ağırlı bir prosesdir. Səbir tələb edir. Tamamilə. Və məqalə də bu nöqtədə çox aydın bir qanun uyğunluq göstərir. Təhsilin keyfiyyəti zəifləyən, yəni öz əməliyyat sisteminə sərmayə qoymayan ölkələr avtomatik olaraq uzun müddətli, belə fəlakətli bir tənəzzülə məhkumdular. Bunu daha geniş mənzərə ilə əlaqələndirsək, müəllif ordunu və təhsili müqayisə edir. Baxın, ordu nə edir? Fiziki sərhədləri qoruyur. Dəqiq. Əldə olanı qoruyub saxlayır. Amma təhsil milli şüuru formalaşdırır və ölkənin gələcək iqtisadi, texnoloji sərhədlərini genişləndirir. Yəni biri mövcud olanı qoruyur, o biri isə gələcəyi inşa edir. Amma bir dəqiqə, mən burada şeytanın vəkili rolunu oynamaq istəyirəm biraz. Yəni, reallığa baxsaq, əgər mənim bateriyam çox güclüdürsə, yəni çox böyük pullarım, resurslarım varsa, mən o pulla gedib xaricdən ən yaxşı müəllimləri, ən müasir laboratoriyaları, texnologiyaları ala bilərəm də, elə deyil. Niyə bunları ziddiyyətli kimi göstəririk ki? Başa düşürəm. Yəni, mən niyə pulla birbaşa hazır,
yenilənmiş əməliyyat sistemini alıb yükləyə bilmirəm. Bu da mənim insan kapitalımı inkişaf etdirmir. Baxın, əslində ən böyük illüziya o tələməs budur da. Binaları, o ən son model smart lövhələri və ya lap o dediyiniz xarici ekspertləri pulla almaq olar, bəli. Amma siz cəmiyyətin o öyrənmə mədəniyyətini, o tənqidi təfəkkürünü və innovasiya ehtirasını xaricdən idxal edə bilməzsiniz. Yəni o daxildən gəlməlidir. Əlbəttə. Tarixə də baxsaq, görərik ki, bu həddindən artıq böyük maliyyə resursları, bəzən o məşhur Halland xəstəliyi deyilən effekti təkcə iqtisadiyyatda yox, elə təhsildə də yaradır. Təhsildə Halland xəstəliyi maraqlı termindir. Bəli. Yəni hər şeyin asan yolla əldə edildiyi mühitdə insanlarda o mübarizə, rəqabət aparmaq və nəyisə sıfırdan kəşf etmək motivi kütləşir. Baxın, Cənubi Koreyaya, Yaponiyaya ya da Singapura. Yeraltı sərvətləri demək olar ki, yoxdur. Sıfıra bərabərdir. Onların yaşamaq, sağ qalmaq və o qlobal xəritədən silinməmək üçün yeganə çıxış yolları məhz o insan beyinlərini ən yüksək səviyyədə işlətmək idi. Yəni o təbii resursun yoxluğu onları məcbur etdi ki, ən yenilməz, ən böyük silahı insan zəkasını kəşf etsinlər. Deməli, gücün tərifi artıq birmənalı şəkildə dəyişib və insanı kütləvi şəkildə formalaşdıran yeganə qanuni zavod təhsildir. Və bilirsiniz, biz burada məqalənin bəlkə də ən sarsıdıcı hissəsinə gəlib çıxırıq. Yəni o romantik bir illüziya var bizdə həmişə. Təhsilin mütləq şəkildə yaxşı bir şey olması barədə. O illüziya darmadağın olur. Aha, bəli. O silah söhbəti. Dəqiq. Biz həmişə deyirik axı savadlılıq, nurdur, cəhalət qaranlıqdır. Təhsil sanki hər dərdə dəva olan sehirli bir çubuqdur həmişə. Amma bu məqalə iddia edir ki, xeyr, təhsil sehirli çubuq deyil. O daha çox bir cərrah bıçağına, skalpelə bənzəyir. Və skalpel öz-özlüyündə heç bir əxlaqi dəyər daşımır, düzdür. Onun yeganə fiziki məqsədi kəsməkdir. O sadəcə neytral bir mexanizmdir. Bütün məsələ onun kimin əlində olmasıdır, yəni hansı strategiyanın istifadə edilməsindədir. Təbii, əgər o cərrah bıçağı savadlı, vicdanlı, anatomiyanı bilən bir cərrahın əlindədirsə, əlbəttə həyat xilas edir, şişi kəsib atır. Amma siz o eyni bıçağı götürüb, tibbdən anlayışı olmayan naşı birinin ya da lap pisi bir qatilin əlinə versəniz, o dərhal ölümcül bir silaha çevrilir. Dəqiq. Və mənbə də deyir ki, təhsil sistemi də məhz bu cür ikili təbiətə malikdir. O özlüyündə heç də bizi azad edən mütləq bir xilaskar deyil. Burada məqalədə çox kritik bir termin var əslində, biokütlə. Bu məsələ doğrudan da vacib bir sual yaradır. Müəllif qeyd edir ki, bəli, təhsil sistemi uzaq görən, peşəkar və vicdanlı idarəçilərin əlində olanda, biz bayaq dediyimiz o Finlandiya, Yaponiya kimi yaradıcı inkişaf etmiş ölkələri görürük. Çünki məqsəd fərdin azad düşüncəsini inkişaf etdirməkdir. Amma səfərlərdə tam tərsinə işləyir. Bəli, təhsil manipulativ, qeyri-peşəkar ya da belə deyək, korrupsiyalaşmış bir idarə etmənin əlinə keçəndə, o tənqidi təfəkkürü olan fərdlər yetişdirmir. Əksinə, sadəcə yuxarıdan verilən əmrləri icra edən, sual verməyən, idarə olunması asan olan bir biokütlə formalaşdırır. Tarixdəki o avtoritar, totalitar sistemlərə baxsanız, onların niyə məktəblərə o qədər ciddi, bəzən ordudan belə çox nəzarət etdiklərini anlaya bilərsiniz. Çünki təhsil onlar üçün inkişaf yox, ideoloji nəzarət alətidir. Tamamilə düzdür. Beyinləri yummaq və mövcud sistemə itaət edən bir mexanizm yaratmaq üçün bir alətdir. Bəs yaxşı, bu proses praktiki olaraq necə baş verir? Məsələn, sinif otağında, gündəlik həyatda bu necə işləyir? Yəni, bir sistemi skalpeldən kütləvi qırğın silahına çevirən o mexanizm necə fəaliyyət göstərir? Bəzən mən elə gəlir ki, bu bəlkə də heç kiminsə oturub qəsdən planlaşdırdığı bir pislik deyil, bəlkə sadəcə idarəçilik tənbəlliyi, biliksizlik, sistemin köhnələnməsidir, ha? Əslində fərqi yoxdur. İstər məqsədli şəkildə edilsin, istərsə də sadəcə səriştəsizlikdən olsun. Yekun nəticə dəyişmir. Təhsil sistemi necə o biokütləni yaradır? Çox sadə, xırda detallarla. Məsələn, siz kurikulumu elə dizayn edirsiniz ki, şagird məlumatı analiz edib beynindən keçirməyə əvəzinə sadəcə faktları əzbərləməyə məcbur olur. Yəni düşünmür, sadəcə əzbərləyir. Bəli. Və ya imtahan sistemini götürək. Siz onu ancaq qapalı testlər üzərində qurursunuz. Yəni, doğru cavab həmişə A, B, C, D variantlarından biridir və sən mütləq şəkildə o dördündən birini tapmalısan.
Şagirdlər yaradıcı düşüncə üçün, kəşf etmək üçün yox, sadəcə səhv etməmək üçün öyrənməyə başlayırlar. Müəllimin dediyinə şübhə ilə yanaşmaq, sual verməyə cəsarətsizlik kimi yox, bir növ hörmətsizlik kimi təqdim olunur. Nəticədə də itaətkar, kreativliyi ölmüş bir nəsil çıxır ortaya. Dəqiq. Və bu nəsil gələcəyin o mürəkkəb iqtisadiyyatında heç bir dəyər yarada bilmir. Çünki öyrədilməyib. Deməli, bayaqki o əməliyyat sistemi metaforamıza qayıtsaq, biz başa düşürük ki, bu sistemi yazan kodlar həm xilaskar ola bilər, həm də o cihazın bütün potensialını məhv edən bir virus. Mükəmməl müqayisədir, bəli. Düzdür. Və bu bizi çox təbii olaraq növbəti mərhələyə gətirir. Bəlkə də elə problemin əsl nüvəsi buradadır. Əgər təhsil əlimizdəki ən həssas və ən təhlükəli silahdırsa, o zaman o silahın tətiyindəki barmaq kimindir? Yəni o kodları kim yazır axı? O gələcəyin memarları kimlərdir? Baxın, müəllifin məqalədə qurduğu o məntiqi zəncir var. O bu suala çox dəqiq cavab verir. Zəncir belə inkişaf edir. İqtisadiyyatın gücü insanların qlobal rəqabət qabiliyyətindən asılıdır. İnsanların o rəqabət qabiliyyəti isə təhsilin məzmunundan və keyfiyyətindən asılıdır. Aha, məntiqidir. Və sonuncu, ən həlledici halqa, təhsilin səviyyəsi də birbaşa təhsil menecerlərinin, yəni o sistemi quran, idarə edən şəxslərin peşəkarlığından asılıdır. Yəni o dediyiniz tətik təhsil menecerinin barmağındadır. Deməli, bütün bu proseslərin mərkəzində menecer dayanır. Amma bilirsiniz, biz çox vaxt gündəlik həyatda peşəkar idarəçi anlayışında mahiyyətə yox, formaya daha çox önəm veririk nədənsə. Necə yəni? Formaya. Yəni, məsələn, görürük ki, kimsə xarici terminlərlə, ard-arda ingiliscə sözlərlə danışır, nə bilim, qəşəng kostyum geyinib, çox qəşəng PowerPoint təqdimatlar hazırlayır, əlində belə rəngarəng statistika, Excel cədvəlləri ilə iclaslara filan girir, biz də dərhal onu vizyoner elan edirik. Hə, o sindrom aydındır. Mənbə isə xəbərdarlıq edir ki, sırf statistika, xarici dil bilmək və yaxşı inzibatçılıq hələ təhsil menecmenti demək deyil axı. Mən bu vəziyyətə həmişə böyük bir sərnişin təyyarəsinə bənzədirəm. Yəni, təsəvvür edin, pilot kabinəsinə çox qəşəng kostyumlu bir adam keçir. O, aviasiya terminlərinin hamısını ingiliscə əzbər bilir. Bütün beynəlxalq jurnalları oxuyub bəlkə də. Dəqiq. Radarın 6 metrin düymələrini sənə əzbər saya bilər. Amma real olaraq o təyyarəni, o aerodinamika qanunları ilə havaya qaldırmağı bilmir. Yəni, havada qasırğaya düşəndə mühərriki necə tənzimləməli olduğunu hiss etmir. Çünki adam uçuşun o fəlsəfəsini, mahiyyətini bilmir. Sadəcə terminləri əzbərləyib. Biz o adama təyyarəni etibar edərik, təbii ki, yox. Bu, həqiqətən yerinə düşən bir analogiyadır. Və burada ən maraqlı məqam odur ki, bizim təhsil sistemindəki bəzi idarəçilər də məhz o kabinədəki adama bənzəyirlər. Məqalə açıq şəkildə iddia edir ki, təhsil meneceri pedaqogikanı, o öyrənmə fəlsəfəsini, inkişaf psixologiyasını bilməlidir mütləq. O, sadəcə məktəb binalarının təmirinə və ya jurnalların doldurulmasına yox, insan kapitalının memarlığına cavabdehdir. Və mənbə xüsusilə bir böyük təhlükəni vurğulayır, o dediyiniz formalaşdırma və qlobal təcrübənin sadəcə quru şəkildə kopyalanması. Yəni copy-paste etmək. Ali, o saxta pilot görür ki, filan ölkədə belə bir beynəlxalq trend var, heç bir yerliyi analiz etmədən onu copy-paste edib gətirir ölkəyə. Bəs yoxsa bu kopyalama əməliyyatı real mühitdə, gəlin görək niyə fəlakətə çevrilir? Yəni, deyək ki, mən dünyanın ən yaxşı, ən uğurlu təhsil modelini tapıb gətirmişəm. Niyə işləməsin ki, mənim ölkəmdə? Çünki təhsil, bayaq dediyimiz kimi, sadəcə bilik ötürmək fabriki deyil. O, həm də milli kimlikdir, mədəni təhlükəsizlikdir, o yerli reallıqların inikasıdır. Baxın, təsəvvür edin ki, biz Skandinaviya ölkələrindən birinin o çox məşhur kurikulum modelini, məktəb idarə etməsini götürük, olduğu kimi heç nəyi dəyişmədən gətirib öz sistemimizə tətbiq edirik. Oradakı sistem tamamilə fərdi azadlığa, uşağın öz-özünü idarə etməsinə, hətta müəllimlə dost, həmyaşıd kimi davranmasına əsaslanır, düzdür? Oranın cəmiyyəti belədir. Bəli. Amma bizim cəmiyyətin o genetik kodları, ailə institutundakı o iyerarxiya, dəyərlər sistemi tamamilə fərqlidir.
O təhsil meneceri bu qlobal trendi gətirib bizim o milli kontekstə uyğunlaşdırmadan, yəni o lokallaşdırmanı etmədən tətbiq edəndə, şagirdlərdə çox dərin bir mədəni dissonans yaranır. Yəni məktəblə ev arasında uçurum olur. Dəqiq. Məktəbdə fərqli bir fəlsəfə görürlər, evdə isə başqa bir reallıq. Uşaqlar o iki dünyanın arasında sıxışıb qalırlar. Nəticədə nə o tam qlobal vətəndaş ola bilirlər, nə də öz köklərinə, dəyərlərinə bağlı qalırlar. Əsl peşəkar menecer o qlobal trendi çox yaxşı bilən, lakin onu milli fəlsəfənin, mədəniyyətin süzgəcindən keçirməyə bacaran adamdır. Aydındır. Amma burada mən bilirsiniz, bəlkə də idarəçilərin tərəfini tutaraq bir qədər etiraz etməliyəm. Biz ümumiyyətlə bu təhsil menecerindən nə tələb etdiyimizin fərqindəyikmi? Yəni adam həm dərin pedaqoq olmalıdır, həm xərcləri dəqiq hesablayan iqtisadiyyatçı olmalıdır, həm milli mədəniyyəti, fəlsəfəni bilməlidir, həm də ki, texnologiyanı, o qlobal trendləri hiss edən vizyoner olmalıdır. Bu axı, yəni konkret bir supermen profilidir. Hə, kənardan elə görünür. Bəlkə də dünyada heç bir fərd tək başına bu qədər yükü qaldıra bilməz. Bəlkə problem bu idarəçilərdə, fərdlərdə yox, əslində sistemin o menecerdən bu qədər mümkünsüz bir şey tələb etməsindədir. Doğrudur, bu vizual olaraq çox böyük yük kimi görünür, lakin məsələ menecerin bunların hamısını oturub tək başına etməsində deyil. Əsl idarəçilik hər kiçik detalı bilmək deyil. Əsl rəhbərlik o detalları bilən fərqli, istedadlı beyinlərdən ibarət bir ekosistemi, komandanı qura bilməkdir. Aha, yəni düzgün adamları bir araya gətirmək. Təbii. Menecerdən tələb olunan odur ki, o xırda detallarda boğulmasın, o böyük mənzərəni görə bilsin. Çünki əgər idarəçi o böyük strateji mənzərəni görmürsə, yanlış qərar verirsə, biz, yəni cəmiyyət olaraq, iqtisadiyyatdan fərqli olaraq, o təhsildəki fəlakətin səsini o dəqiqə eşitmirik. Və baxın, bu bizi o iqtisadiyyatla təhsilin ən dəhşətli, ən kəskin fərqinə gətirib çıxarır, zaman gecikməsi fenomeninə. Zaman gecikməsi, bəli, mən də bunu düşünürdüm bayaqdan. Təsəvvür edin, ölkənin mərkəzi bankı iqtisadiyyatda səhv bir qərar verir. Məsələn, uçot dərəcəsini yanlış hesablayır, nə baş verir? Dərhal reaksiya olur. Dəqiq. Bir neçə həftəyə, uzağı bir neçə aya inflyasiya fırlayır, qiymətlər qalxır, birjalar çökür. Yəni, xəstəliyin o siqnalı dərhal sənə gəlir. Sən də dərhal təcili iclas çağırıb, nə bilim, səhvi düzəldirsən, bir xilas etmə paketi filan tətbiq edirsən. Bəs niyə təsirdə kimsə səhv bir qərar verəndə bu qırmızı işıqlar, bu siqnallar dərhal işə düşmür? Çünki təhsildə sizin üzərində işlədiyiniz o prosesin obyekti rəqəmlər, pullar deyil. Obyekt böyüməkdə olan canlı insanlardır, uşaqlardır. Mən bu qlobal, belə deyək, zaman gecikməsini həmişə okeanda hərəkət edən o 100 minlərlə tonluq nəhəng bir yük gəmisinə bənzədirəm. O böyük kargo gəmiləri. Bəli. Təhsil meneceri, yəni gəminin kapitanı, sükanı məhz indi fırladır. Kurikulumda nə isə indi dəyişir. Lakin o gəminin nəhəng ətalət kütləsi var axı, o qərar dərhal vizual nəticə vermir. Gəminin burnu ancaq kilometrlərlə, bəlkə də saatlarla irəlidə istiqamətini dəyişir. Baxın, birinci sinifə daxil olan bir uşaq üçün bugün verilən o təhsil siyasəti qərarı düz 11 il məktəbdə, 4 ildə universitetdə bişir. Yəni 15 il sonra o gənc əmək bazarına girəndə partlayır. Vay, yəni 15 il səssizlik. Bəli, 15 il sonra siz qapını açıb görürsünüz ki, kütləvi şəkildə işsiz, yeni bazara ümumiyyətlə uyğunlaşa bilməyən, tənqidi düşünməyən bir nəsil yaranıb. Və o an artıq geriyə dönüş yoxdur. Sizin təcili iclasınız heç nəyi dəyişməyəcək. Çünki siz o 15 ili və bütöv bir nəsli birdəfəlik itirdiniz artıq. Məqalə çox haqlı olaraq xəbərdarlıq edir ki, zəif bir direktor sadəcə bir məktəbi məhv edir, lakin zəif bir təhsil meneceri bütöv bir sistemi və ölkənin gələcəyini zəiflədir. Bu dediyiniz doğrudan da onsuz da kifayət qədər qorxuducu bir mənzərədir. Yəni biz saniyələrlə yarışan, amma nəticəsini 10 illiklərlə gözlədiyimiz bir maşını idarə etməyə çalışırıq. Amma hələ bütün bunların üstünə indi düz 21-ci əsrin bu ortalarında həmin o nəhəng yük gəmisinin qarşısına çox qəfil və amansız bir qasırğa çıxıb. Süni intellekt, AI qasırğası. O tamamilə başqa bir qasırğadır.
Əgər o gəminin kapitanı, təhsil meneceri hələ də o köhnə cürulmuş kağız xəritələrlə hərəkət edirsə, gəmi sadəcə qəzaya uğramayacaq, o qasırğa da ümumiyyətlə udulub yox olacaq. Mənbə iddia edir ki, o klassik idarəetmə artıq can verir. Bəs bu süni intellekt qasırğası, bu AI təhsilin məğzini praktiki olaraq necə dəyişir? Niyə bu qədər təhlükəlidir köhnə sistem üçün? Çox fundamental bir dəyişiklik var burada. Baxın, o klassik təhsil modeli var o sənaye inqilabı dövrünün o zavod məntiqinə əsaslanırdı. Hamı eyni paltarda, eyni vaxtda. Dəqiq. 30 fərqli uşağı bir otağa yığırsınız, onlara eyni sürətlə, eyni çətinlik səviyyəsində, eyni məlumatı verib, eyni vaxtda öyrənmələrini tələb edirsiniz. Amma mənbənin vurğuladığı bu müasir smart education, yəni ağıllı təhsil və o adaptiv kurikulum dövründə bu zavod məntiqi darmadağın olur, parçalanır. Adaptiv öyrənmə deyəndə tam olaraq nəyi nəzərdə tuturuq? Süni intellekt hər bir şagirdin o qavrama sürətini, zəif tərəflərini, hətta inanın ki, ekrana baxarkən keçirdiyi tərəddüdü belə o saniyələri analiz edir. Siz riyaziyyatdan bir məsələ həll edirsiniz və 3 saniyə gecikirsiniz. Ay anında başa düşür ki, sizin əslində problem həll etmə qabiliyyətinizdə problem yoxdur, sadəcə məsələn kəsir anlayışında bir boşluğunuz var və dərhal yalnız sizə uyğun fərdi bir izah yolu təqdim edir. Yəni sistem sanki hər bir uşaq üçün anında xüsusi bir fərdi dərziyə çevrilir. Çox heyran edicidir əslində. Əlbəttə. Və əgər bir təhsil meneceri bu nəhəng rəqəmsal transformasiyanı, bu qasırğanı anlamırsa, o hələ də ancaq məktəbə planşet almağı rəqəmsallaşma hesab edib, o köhnə kağız metodologiyasını tətbiq edirsə, o ölkə bilirsiniz nəyə bənzəyəcək. Avtomobillərin kütləvi istehsal olunduğu, hər kəsin maşın sürdüyü bir dövrdə daha keyfiyyətli at arabası düzəltməyə çalışan bir zavoda. Sən bəlkə dünyanın ən gözəl at arabasını düzəldəcəksən. Bəli, amma artıq ona heç kimin ehtiyacı qalmayıb. Dəqiq. Və gələcəkdə qlobal rəqabəti qazananlar, ordusu ən böyük olanlar, yeraltı resursu çox olanlar yox, məhz bu rəqəmsal insan kapitalını ən sürətli və adaptiv şəkildə formalaşdıranlar olacaq. Baxın, bütün bu mənzərəni, o okeandakı nəhəng fırtınanı, o iki tərəfli kəsən skalpeli, əməliyyat sistemini bir araya gətirəndə reallıq həqiqətən çox kəskinləşir. Elədir. Bizim bugünkü dərin təhlilimizin əsas missiyası nə idi? Təhsilin arxasındakı o əsl qüdrəti, o görünməyən gücü anlamaq. Və biz bugün mənbəyin işığında çox aydın gördük ki, dövlətin, cəmiyyətin əsl taleyi parlament binalarının dəhlizlərində, sərhəd xətlərində və ya hansısa beynəlxalq tribunallarda həll olunmur. O, məhz o məktəb binalarında, universitet auditoriyalarında və ən əsası təhsil menecerinin o vizyoner və ya tam tərsi qısa müddətli, dar düşüncəli qərarlarında formalaşır. Tamamilə razıyam. Məhz buna görə də inkişaf etmiş, qabaqcıl dövlətlər təhsilə ayrılan büdcəni, o maliyyəni ya da müəllimlərə verilən dəstəyi sənədlərdə heç vaxt adi bir xərc maddəsi kimi görmürlər. O xərc deyil. O, ölkənin gələcəyi üçün ən böyük, ən strateji və inanın mənə ən yüksək gəlirli investisiyadır. Əgər bir ölkə doğrudan da təhlükəsiz, azad və iqtisadi cəhətdən tam müstəqil olmaq istəyirsə, təhsili və o sistemi idarə edən adamları adi bürokratik aparatın bir detalı yox, cəmiyyətin o intellektual, vizyoner elitanın bir hissəsi kimi qəbul etməlidir. Yəni, bu nəyi dəyişir? Bax, elə bu nöqtədə məhz sizi, yəni bizi dinləyən sizi düşünürəm. Bəli, fərz edin ki, bütün bu mürəkkəb söhbətin düz mərkəzində siz dayanırsınız. Siz bəlkə də övladını sabah məktəbə 1-ci sinifə yola salacaq həyəcanlı bir valideynsiniz. Bəlkə öz gələcəyini quran gənc bir mütəxəssis ya da sadəcə qurduğu biznesin 10-15 il sonraki taleyini hansı kadrlarla işləyəcəyini düşünən birisiniz. Bütün bu danışdıqlarımız, bu idarə etmə filan nə üçün sizin veciniz olmalıdır ümumiyyətlə? Çünki bilməlisiniz ki, bugün sizdən uzaqda, bəlkə heç adını belə bilmədiyiniz hansısa bir məktəb rəhbərliyinin ya da təhsil idarəsinin verdiyi o kiçik cüzi görünən qərarlar var, onlar 15 il sonra sizin birbaşa içində yaşayacağınız cəmiyyətin təhlükəsizliyini, işə götürəcəyiniz o adamın keyfiyyətini və qlobal iqtisadiyyatda sizin hansı mövqedə dayanacağınızı birbaşa dizayn edir.
Bu sadəcə dövlətin necə olması deyil, sizin öz şəxsi həyatınızın da kodlarının yazıldığı yerdir təhsil. Və cəmiyyət olaraq, bir bütün olaraq biz təhsilin keyfiyyətini, o sistemin şəffaflığını tələb etməsək, o həyati kodların düzgün, xeyrimizə yazılacağına inanın ki, heç kim zəmanət verə bilməz. Çünki tarix dəfələrlə göstərib ki, passiv cəmiyyətlər həmişə, amma həmişə o bayaq dediyimiz biokitlə istehsalına, meyilli sistemlərin yaranmasına zəmin hazırlayır. Çox doğru vurğuladınız. Bugünkü dərin təhlilimizi yekunlaşdırarkən, mən mənbədəki o AI, yəni süni intellekt və adaptiv öyrənmə mövzusundan yola çıxaraq, beynimdə fırlanan və böyük ehtimalla sizi də bu dəqiqədən sonra çox rahat buraxmayacaq, biraz fərqli bir sualı sizinlə paylaşmaq istəyirəm. Buyurun, eşidirəm. İndi təsəvvür edin, süni intellekt o qədər sürətlə inkişaf edir, hər bir şagirdin xarakterinə, psixologiyasına, o bioloji qavrama tərzinə mütləq şəkildə adaptasiya olunmuş tam fərdi rəqəmsal AI müəllimlər yaradılır. Aha, yəni insana ehtiyac qalmır o baxımdan. Dəqiq. Belə olan halda bəlkə də 20 il sonra bizim o ənənəvi mənada anladığımız, öyrəşdiyimiz fiziki, kərpişdən hörülmüş böyük məktəb binaları ya da 4 divardan ibarət sinif otaqları ümumiyyətlə mövcud olmayacaq. Bəlkə gələcəyin o təhsil menecerləri artıq binaları, jurnalları, o zəng səslərini yox, bütövlükdə virtual beyin şəbəkələrini, nəhəng rəqəmsal insan zəkası ekosistemlərini idarə edən rəqəmsal memarlar olacaqlar. Binalar yerinə bulut texnologiyalarını idarə edəcəklər bəlkə. Və ən əsası, bu rəqəmsal memarların əlindəki o yeni, kütləvi rəqəmsal silahı necə istifadə edəcəyi isə bəşəriyyətin hələ heç vaxt üzləşmədiyi tamamilə başqa miqyasda bir hekayədir. Doğrudan da bu adamı həm heyran edir, həm də qorxudur biraz. Bax bu, qəhvənizi içərkən və ya indi yolda maşın sürərkən üzərində dərin-dərin düşünməyə dəyər bir məsələdir. Təhsil doğrudan da çox böyük bir silahdır. Bəs o yeni rəqəmsal silahın tətiyindəki barmaq gələcəkdə kimin olacaq? Dərin təhlildə bizə qoşulduğunuz və bu həqiqətən mürəkkəb mənzərəni bizimlə birlikdə kəşf etdiyiniz üçün sizə təşəkkür edirik. Növbəti mənbələri birlikdə incələyənədək hələlik, məlumatlı qalın və ən əsası sorğulamağa davam edin.